Yalnız kətan toxumu ilə qatıq yeyirəm, bir də xiyar ziyandır ki, ziyandır Gülşən xanım, ziyandır. Bir müddətdən sonra çəkiniz getməyəcək, qalacaq bir yerdə, heç gələn də arıqlaya bilməyəcəksiniz. Ondan sonra çaylar, kofelər, onlarla da orqanizminizi bərbad eləyəndən sonra gələcəksiniz mənim yanıma ki, məni arıqlat. Bax, belə şeylər eləyəndə xanımlar, görürsünüz, bax, belə şeylər eləyəndə bəzi hallarda doğrudan da təəssüf hissi yaradır. Təəssüf hissi yaradır ki, insan öz orqanizminə qarşı bu qədər laqeyddir. İnsan öz orqanizmində üzərində sanki dediyim kimi laboratoriya dovşanları kimi öz üzərində təcrübələr aparır. Təəssüf ki, hardan bilir bunu? Blogerlərdən. Hardan bilir bunu? Kotlet pişirən xanımlar bir gün belə deyim ki, görüblər ki, chia toxumlu videolar babat partladır. Götürüblər 2 qaşıq chia toxumunu qatıblar qatığa, qoyublar videonun qabağına. Ay xanımlar belə eləyin. Bu xanımlardan da biri götürüb səhər axşam, səhər günorta axşam ancaq bununla qidalanır ki, mən arıqlayacağam. Nə qazanır? Xəstəliklər toplusu.